Təzədən salam. Mən artıq introda salam vermişəm, sənin dünyadan xəbərin yoxdur. Mən orada intro düzəldirdim, tənbəllik eləyirdin orada. Salam yenidən. Bugün sizlərlə bir yerdə bayaq mövzusu gedən kitabın deyirəm, tanrılarla bağlı miflərin zırt-pırt onların olduğu kitabda Katina ilə bir yerdə. Katina ilə biraz nəsə olub, Katina neysə. Danışıqlar da Katina ilə bir yerdə tier listimiz yoxdur. Kasıbıq. Onun yerinə burada sıralama quracağıq. İlk öncəliklə sıralama da yox. Sıralamanı axırda eləyəcəksən. Sadəcə görüşləri bildir. Tükürdü ne? Sadəcə fikir bildirəcəksən. Bəli, ilk başlayırıq. Gördüm de orada. Hamınıza Başta daha iyi. O birini de sokarsan öldür. Hamınıza salam. Hadi. Uluslararası gazeteci Ajda Ender. Bugün sizin karşınızda. Koyarsan daha iyi. Oku da Zevs'i. Bezdin mi? O birini sokarsan öyle. Zeus. Zevs'e daha iyi. Yunan mitolojisinin baş tanrısı Zeus'tir. Ve Zeus'in nişaneleri gökyüzü, yıldırım ve gök gürültüsüdür. Senin nişanen nedir? Tanrıların en büyüğü Zeus'tir. Bu zarafatı bir deyiləm. Mekanı Olimp dağıdır. Yani Olimp dağına gedəsi olsaq Zeus orada bizi qarşılayır. Olimp dağı Mars'ta diye. Bir dakika. Olimp dağı hakkında məlumat. Olimp dağı adlanan biri Mars planetindeki Olympus mu göstərən gücün örnek ve Olympus'a bulan digərsi Yunanistan en yüksek zirvesi mitolojide tanınan evi hesap edilen dağı. O yardım Yunanistan'daki yalan dersi o Mars'ta da sen bilmiyorsun. Abi iki tane dağ var. Biri zirvede, biri ikisi de dağlı. Git sen cemaat deyir bunu git. Səndən yaxşı biləcəklər. Səndən yaxşı biləcəklər. Simvolları meşə, qartal. Kağızı çox tərpətmə. Mənim başım şişdi kitabın səsindən. Tərpətmə də onu. O kitabı bükələr. Simvolları meşə, qartal, buğa və şimşəkdir. Bunları bilməliyəm. Maraqlı yerlər oxu da. Görünüşü əslində şimşəkdən əsa, qara saçlı və uzun saqqallı kişi şəklində. Qara saçlı və uzun saqqallı kişi şəklində. Mən sənə dedim bu Zeus qara olmalıdır. Bir dəqiqə. Səhv Zeus'u götürübsən yəqin. Başqası. Ne oldu? Bu ne de lan? Bir de gülürsen ben başıma Vay, kimi gülləmi? Bunu videodan sonra deyəcəm. Valideynləri Kron və Reya. Bildim axı kimdirlər, kimin uşağıdır, sırazı bildim adlarını çəkən kimi. Bir dəqiqə. Görmək istəmirəm. Sən dedin, mən göstərəcəm. Kron. Sen bir tane aparıcı var Türklerde de, bir kadında bir tane kişi aparıcı var eynədilerde, indi adları yadımda değil. İbrahim neydi? Onun kimi. Her şeye bilirsən, her şeye. Bilərəm də Kron Zeus'un atası budur. Yəqin 3 dəqiqəlik yerlərim vardı, sən vereyim. Əsatirə görə Yunan mitologiyası ən güclü və qüdrətli tanrısı. Bildik də bu Zeus nə deyir be? Hadi o sen oxuyursan, ya bildim, oxuma da. Roma miflərindəki Keç başqa tanrıya, mən dözə bilmirəm, başqa şeyə keç, başqa şey. Tamam. Gel Zeus'in verdiklərini oxuyum. İstədiyi hər şeyin şəklinə girə bilən Zeus, Leda üçün Zeus'in Leda üçün qulquşu. Neydi
Leda Zevsin şeyi? sevgilisi. Leda üçün quşu. Ön tərəfdə yazmışdım, mən oxudum. Arvadı Hera. Antiopa arvadı Hera'da sevgilisi vardı. Xəyanətkardı da, neyləsin? O boyda Zevs olsan. Ona görə hamının atasıdır. Bir dənə Hera'dan çıxartmayıb o boyda uşağı. Antiopa üçün satir, Anegina üçün ateş, Dana üçün qızıl yağışı, Alkimina üçün ərinin cildinə, Hera üçün Gugu. Kallisto, mən bu qızın tövbə estağfurullah, hadi. Bakira ilahə, Artemidanın cildinə, Deməli Zevs lezbiyan olub. Minema üçün yaraşıqlı bir çoban, Io üçün bulut, Persefone üçün ilan, Persefone öz uşağıdır bu arada. Avropa üçün öküz cildinə girib, Öz uşağına onlarla girib. münasibət qurmuşdu. Öz uşağı üçün birinə girib. Girib də, bilməm də. Ölümlü ölümsüz hər kəsə aşıq ola bilən başlanı Zevsin aşıq olduğu kişilər arasından qaçırdığı ən yaraşıqlı olan Hanimed adlı çobandır. Bu videonun davamı biraz yaxşı yerlərə gedir. Zevs qeyd. Zevs onu qartal cildinə girərək qaçırmışdı. Əxlaqsızlığı üzrə xanımı ilahə Hera tərəfindən hər zaman təqib edilmişdi. Hera da xiyardır. Başdan Zevs taxtını qoruyub saxlamaq üçün aşağıda bu kitabda niyə hər şey belə yarımsıq yazılıb? Aşağıda kilara əl atmışdı. Həyat yoldaşı Metisi udması, Prometheus Cümlə sətirdən sətrə keçəndə hecalara ayrılır, defis işarəsi qoyulur. baba. Hə. Aşağıdakılara Yox, əxlaqsızlıq xamiyyətindən edilmişdim. Nə? sən oxuya bilmirsən, o kitabın günahıdır. Prometheus zəncirləməsi və Tetini bir ölümlü insanla evləndirməsi bu Bax, qəbildən. mənə maraqlı deyil. Zevs neynədi, neynəmədi. Keç başqa maraqlı şeylər oxu. Random səhifə deyirəm, aç səhifə 25-i, səhifə 25-i aç. 25 aç, 25 aç. Orada Zevsin adı var. Yo, olmaz. Niyə? Mən istədiyim yerdən oxuyacağım. Yo, 25 aç, orada Zevsin adı var. Hera'da Zevs'in qardaşı. Neyse, Zevs haqqında düşüncələrin. Agə Zevs'in adlarını sayım. Zevs'in buludları toplayan tanrıların ve insanların atası, tanrıların kralı kimi sifətlərdən başqa Pantokrator, yəni hər şey gücü çatan. Mən bezdim, Dünyanın Zevsdən hakimi sənə mənası deyirəm, mən verir. bezdim. Zeus Panhellini. Bezdim, başqasını oxu. Zeus Olimpios, Zeus ilə oyun Ee. tanrının üstündür. Zeus Agareos, bazar yerinin tanrısı və digər ləqəblər də var. Başqa yeri oxuya bilərsən. Gəldi. Gör başqa yeri oxuya bilirsən. Poseidon. Bir qolma vurma. Poseidon. Mənə də o. Poseidon. Xiyar biri qutardı, Zevsindi, xiyar 2, hə, oxu. Poseidon Yunan mifologiyasında dənizlərin, zəlzələlərin və atların tanrısıdır. Kuran ilə Riyanın Özü də oğludur. artıq oxşayır. Zeus ilə Hadenin qardaşıdır. Roma mitologiyasında Neptun kimi tanınır. Tanrılar arasında Bayaq Zevs də Neptun idi. Nəsə Zevsə də Neptun dedin. Bu da Neptun. Yo, Jupiter'di Zeus. Jupiter dedim, ax kör. Kar. Hə, kar. Bu da şey diye. Nə? Əsas üç dişli yalbar. Yabadır, hə. Yaba əlindəkinə bax, onun o 3 dənə diş yaba, odur. Vilkaya oxşayır. Vilkada 4 diş olur. Sayırsan ağzına nəsə qoyub yeyəndə, nə yeyirsən o yediyin alət. Bu da qara Nədir? saçlı, bu da qara saçlı. Amma burada ağ saçlı. Çox da benzəmədi. Yenə bir ikisi bir-birinə. Abi mifologiya çıxan vaxt, o Əsas vaxtda yəni silahı- eramızdan əvvəldə falan filan yəqin bunlar qaraydı. İranda keçdiklərinə görə ağardıblar.